görmək istəyirsinizsə, videonu bəyənin və ən əsası kanala abunə olun. Salam dəyərli izləyicilərimiz, hər birinizin hər bir vaxtınız xeyir olsun. Mən hər bir kəsdən xahiş edirəm, videomuza keçmədən öncə videomuzu sona qədər izləyin və videolarımızı bəyənin, WhatsApp-ınızda, statusunuzda paylaşın, dəstək olun. Onsuz da biz fani dünyada yaşayırıq, yaxşılıq eləmək elə bizim Azərbaycan xalqına yaraşır. Əl tutmaq əlidən qalar. Deməli, gözəl izləyicilərimiz, Bərdədə bir anamız müraciət eləyib. Bir dənə bu həyatda qızı var. Ürəyi əməliyyat olunmalıdır, açıq əməliyyat. Yəni, onun üçün də 3000 manat pul lazımdır. Bir balaca videorolik çəkdim, paylaşdım. Sağ olsunlar, Allah canlarını sağ eləsin. Pul göndərdilər qardaşlarımız, bacılarımız. Axşam canlı yayımımız oldu. Canlı yayımımızda da dəstək olan qardaşlarımıza, bacılarımıza təşəkkür edirəm. Allah hər birinizdən razı olsun. Deməli, gözəl, dəyərli izləyicilərimiz, Naxçıvandan mənim gözəl dostum, Qarabağ qazisi Ənvər qardaşım 5 manat göndərib, elə siftəmizi o göndərib və Ənvər qardaşımız tərəfindən bir nəfər də bir azeyin göndərib. Təşəkkür edirəm. Allah min əvəzin versin və Sabirabadlı mənim gözəl dostum, gözəl qardaşım, Elnur qardaşım 2000 rubl göndəribdi. Allah min əvəzin versin. Samurayın adından 1500 rubl gəlibdi kartından. Habil Şəmkirli, gözəl əmmimiz 500 rubl göndəribdi. Allah min əvəzin versin. Allah cibini dol eləsin. Və bizim gözəl qardaşımız, fəxrimiz, Azərbaycanımızın fəxri, Yahya qardaşımız 50 manat göndəribdi. Çox sağ ol Yahya. Allah min əvəzin versin. Elmir Tərtərli, mənim gözəl qardaşım 500 rubl göndəribdi. Mənim xeyriyyətçi bacım, Çimnaz bacım 1000 rubl göndəribdi. Zöhrab qardaşım 20 azeyin göndəribdi. Təşəkkür edirəm. Aygün xanım Bakı şəhərindən 20 azeyin göndəribdi. Elçin qardaşımız, xeyriyyətçi qardaşımız 5000 rubl göndəribdi. Allah min əvəzin versin. Və Vüqar qardaşımızın kartından 1500 rubl gəlibdi. Təşəkkür edirəm. İki dostlar göndərib. Allah canlarını sağ eləsin. Allah cibinizi dol eləsin. Şəkinin Dəhnə kəndindən gözəl qardaşım 1000 rubl göndəribdi. Və Sumqayıt şəhərindən bir anamız 7 azeyin göndərib. Təşəkkür edirəm. Ağzəbərdən mənim gözəl dostum, qardaşım 2500 rubl göndəribdi. Və iki dostlar 4000 rubl göndəribdi. Fərid qardaşım 2000 rubl göndərib. Təşəkkür edirəm. Tərlan əmi 600 rubl göndəribdi. Allah min əvəzin versin. Kərbalayı qardaşım, mənim gözəl qardaşım, Ramil qardaşım 20 azeyin göndəribdi. Allah min əvəzin versin. Və mənim gözəl dostum, Bakı şəhərindən Ruslan dostum 30 manat göndərib. Təşəkkür edirəm. Bir Allah bəndəsi 1 manat göndəribdi və bir Allah bəndəsi 5 azeyin göndəribdi. Qazi Hüseyin qardaşımız Geranboydan 3 azeyin göndəribdi. Nuray xanım Bakı şəhərindən 5 azeyin göndəribdi. Təşəkkür edirəm. Mənim dəyərli dostum, dəyərli qardaşım, Allah sizi var eləsin. Tərlanın adından bir azeyin gəlibdi. Allah min əvəzin versin. Allah cibinizi dol eləsin. Və mənim kəndimdən gözəl qardaşım, dostum, ailəvi dostum, Vüqar qardaşım, Vüqar ustamız 10 azeyin göndəribdi. Və Elşən Mustafayev əmoğlu 5 azeyin göndəribdi. Allah hər birinizin qazancınıza bərəkət versin, malınıza, mülkünüzə Allah bərəkət versin. İndi isə gözəl izləyicilərimiz, videomuz davam edir. İzləmədə qalağım. Dəyərli izləyicilərimiz, adın nə idi səni? Kəmalə anamızın müalicəsi üçün, yəni ürəyi sroşnu əməliyyat olunmalıdır. Bax bu adlarını çəkdiyim qardaşlarımız, bacılarımız bax bu anamız üçün pulu göndərir. Allah hər birinin cibini dolu eləsin, qazancını bol eləsin, ruzisi bərəkəti bol olsun. Allah sənə də şəfa versin ana. Sağ ol, ana.
İnşallah Allah'ın izni ilə sağalarsan. Bacı qardaşlardan kömək istəyirəm. Sizə canım qurban. Mən yardım edin. Eləyənlərə də Allah kömək olsun. Amin. Allah min əvəzi versin. Amin Allah. Sizə Amin qurban Allah. olum. Vallahi yaşamaq şirin. Mən yardım edin. Sizə qurban olum. Allah köməkləri olsun. Kömək eləyirlər. Çox sağ olun. Çox sağ olsunlar. Qürbətdə yaşayan Azərbaycanlılarımızı Allah qorusun. Amin. Allah ruzilərin bol eləsin. Dünənlərim statusumla paylaşmaqla sağ olsunlar. Qardaşlarımız, bacılarımız kömək eləyibdilər. 150 manat Azərbaycan kartımıza vurulub, 23 min də Rus kartımıza vurulub. Allah hər birinin ölənlərinə rəhmət eləsin, canların sağ eləsin, ruzilərin, bərəkətlərin bol eləsin, malına, mülkünə Allah bərəkət versin. Kömək eləyənlərə Allah dəyməsin. Allah hamısının qazancını bol eləsin. Allah köməyinizə dursun. Çox sağ ol. Siz dara salmasın. Amin, amin. Allah inşallah bəndən piskinə qoymasın. Amin Allah. Allah köməyiniz olsun. Sizə qurban olun, mahkum edin. Sizə canım qurban, mahkum edin. Bir balam var, onun xatirəsi üçün. Onun xatirəsi üçün. Sizə qurban olun. Ananın bizə dənə var yox, qızı var. Bir dənə qızı var, nə oğlu var, nə ayrı bir evladı var, nə həyat yoldaşı var. Anamız tək tənha qalan bir anadır. Çox sağ olsun, dəyər verən bacılarımıza, qardaşlarımıza minnətdarlığımı bildirirəm. Amin inşallah. Əl tutmaq əlidən qalar. Yəni bu ana 3000 manatdan ötəri istəmirik ki, anamıza nəsə olsun. Xahiş eləyirəm. Cənnət anaların ayağının altındadır. Gəlin anaya da kömək eləyəyin. Bunun gözünün ağı qarası bir dənə qızı var. Xahiş eləyirəm hər kəsdən videomuza baxan Azərbaycan xalqından, Azərbaycanımın mərd oğullarından, Həcər qeyrətli xanımlarından, hamınızdan xahiş eləyirəm, dönə-dönə xahiş eləyirəm ki, bu anıya gəlin kömək eləyəyin. Hərə bircə manat da olsa köməklik eləsin. Yəni sroşnu pul yığılmalıdır ki, ana əməliyyata geçsin. Ürək damarları tutulubdur. Yəni hər an nəsə olar anıya. Kömək eləmək lazımdır. Nə olar? Fani dünyada yaşayırıq. Heç kim bu dünyanı tutub gedəsi deyil. Xahiş eləyirəm, videomuza baxıb yan keçməyin. Nə olar? Bircə manat da olsa köməklik eləyin. Allaha xatir. Kömək eləmək lazımdır ki, əməliyyata tez bir vaxta gedib gəlsin ki, İnşallah sağlamlığına qovuşsun. Sizin o göndərdiyiniz o 1 manat, 1000 rubl, 5000 rubl bir bacının göz yaşına və bir ananın həyat verirsiniz elə bil. Kömək eləmək lazımdır. Xahiş eləyirəm hər bir kəsdən. Hər bir kəsdən kömək eləmək xahiş eləyirəm. Köməyə çağırıram. 1 manat azdır deyib göz yummayın. O 1 manatınız bizim üçün böyük bir puldur. Atalarımızın gözəl bir sözü var. Dama dama göl olar. Xahiş edirəm hərə bir zamanat da olsa kömək eləsin. Nə olar? Allaha xatir. Allah sağalasın an. Allahın izni ilə sağalasın. Qurban olum, anama kömək eləyin. Başınıza dönüm nə olar. Qoymayın anasız qalın, mən başınıza dönüm nə olar. Möhkəm ol ana, möhkəm ol. Sizdən çox xahiş edirəm nə olar, anama kömək olun. Getdikcə vəziyyət ağırlaşır, damarların hamısı tutulub, qurban olum nə olar. Qoymayın mən anasız qalın, başınıza dönüm, bir bacı kimi sizdən xahiş edirəm. Sağalacaq inşallah. Allah böyükdür. Qurban olum Allaha. Gözəl qardaşlarımız kömək eləyəcək, anan sağalacaq. Narahat olma bacı. Allah köməklə. Allah böyükdür. Allah davranına çalsın. Köməklə hamısı canım qurban. Allah hiç kimse kimsin göstermesin. Amin Allah. Amin Allah. Koymasın. Sağ olasın inşallah. Mən elə bilirəm
2 günə o pulumuz yığılacaq Allahın köməkliyi ilə. Axşam da canına çəkəcəyik, canımızda gəlib qardaşlarımız, bacılarımız kömək eləyəcək. Allah böyükdür. Kurbanım. Allah balalarını saklasın. Sağ ol, çox sağ ol. Baladan şimşiyordu Allah. Allah balası saklasın. Amin, amin Allah. Amin Allah. Amin Allah. Balamı kandırıcı yaşamaz diyorum. Balam tek kalmasın. Balamın arasında durun. Bir balamdan der yaşamaz diyorum. Allah hakkı. Ne olar benim anam göz yaşlı koymuyor. Benim ondan başka hiç kimim yoktu. Hiç kimim. Anadan başka her şey yalandı, kurban olum ne olar, ben anasız koymuyorum. Başınıza dönüm ne olar. O pulu tez bir zamanda yığın alam emelete girsin, kurban olum sizden xahiş edirəm. Dəyərli izləyicilərimiz, xahiş edirəm, kimin gücü nəyə satılırsa kömək eləsin. Ana sroşna əməliyyat olmalıdır, yəni gözləyə bilmir. Hər gün ağırlaşır, ürək damarları tutulub. Bizə dənə qızı var, bir də anadır. Xahiş edirəm, hərə bircə manat da olsa köməklik eləsin. Ananın əməliyyatı başa salsın inşallah. Çəkilişimizi yekunlaşdırdım. İnşallah axşamlar canlımız olacaq. Gəlin canlımızda nə olar? Dəstək olun, dəyər verin, kömək eləyin. Ananın əməliyyatının pulu yığılsın. Allah bütün xəstələrimizə şəfa versin. Allah bütün anaları qorusun. Cənnət anaların ayağı altındadır. Kömək eləyəyin, nə olar?